Esselamu Aleyküm ve Rahmetullah ve Berekatuhu Möhtərəm Müslümanlar ve Mizan Yardım Qrupunun üzvləri. Bugün 8 avqust 2026-cı il. Əlhəmdülillah bu həftədə ərzaqları paylamaq Allah Subhanahu bizə nəsib etdi. Hal-hazırda ərzaqlarımızı paketləyirik. Düzdür, az bir qismini aldıq, əlhəmdülillah. Bu kartlarda limit olduğundan biraz az aldıq. Yəni Allah'a həmd olsun. Görək Allah Subhanahu gələn həftədə bizə nəsib edəcək ərzaq paylamaq. Ona görə dua eləmək lazımdır. Bazardıq qədər emanatdan, bir də milli önlə kartlara pul vurmağı, yəni bu tətbiqatlardan istifadə eləmək lazımdır. Çünki kartlarımız limitdədir. Yəni hamı nəzərə alsın. Çünki ehtiyac əhli çoxdur. Yəni hamı yazır. Əlhəmdülillah. Allah hamısına yardım etsin. Biz də əlimizdən gələni edirik. Esselamu Aleyküm və Rahmetullah və Berekatuhu. Esselamu Aleyküm değerli Müslümanlar, Mizan Yardım Qrupunun üzvləri. Allah sizin əhlivizə, malınıza bərəkət versin. Bugün həftənin bazar günü avqustun 9-udur. Mizan Yardım Qrupu tərəfindən ərzaqlarımız alınıb əlhəmdülillah və Qaraçuxura gələn ehtiyacı müsəlmanlara satacaq paylarımızdır. Amma təəssüf ki, əlhəmdülillah hər bir halda ərzaqlarımız biraz az alınıb. Normalda bura 20 və 20-dən artıq pay gəlir. Bu dəfə 16 pay gəlib. Səbəb də odur ki, kartdan karta köçürmələr bilirsiniz məhdudlaşıb və biz bunu Allahın izni ilə əl-ələ verib aradan qaldıra bilərik. Belə ki, ödənişləri emun vasitəsilə və milli ön və emanat vasitəsilə xahiş edirəm edin. Daha çox ehtiyaclara ərzaq alınmasına səbəb olaq. Esselamu Aleyküm.